Salam dəyərli izləyicilər, mən Ceyhun Əkbərov. Artıq bugün MHKM Tədris Mərkəzinin sınaqlar toplusundan 4-cü sınağın izahına baxırsınız. Deməli bu sınaq 4. Diqqətlə baxaq, hörmətli müəllimlər. Deyir ki, 4, 12, 23, 18, 10, 5, 8 və n sırasında ən böyük fərq 22, median 9 olarsa n tapın. Ən böyük fərq sıranın ən böyük ədədi ilə ən kiçik ədədinin fərqidir. Median isə azdan çoxa doğru düzürsüz, ortada dayanan median olur. Əgər ortada 2 dənə ədəd dayanıbsa, toplayıb yarıya bölürsünüz. Gəlin ilk öncə ardıcıllıqla düzək. Bax, buradakı n biraz müəmmalıdır. Nəyə görə? Bilmirik n kiçik ədəddir, yoxsa böyük ədəddir. Ona görə sıranı hər iki hal üçün düzürük. Yəni bir dəfə düşünürük ki, n kiçikdir. Sonra n-dən sonra ən kiçik 4-dür. Sonra ən kiçik 5-dir. Sonra 8-dir. Üzərindən xətt çəkirəm ki, yadımızdan çıxan olmasın. 10-dur. 12-dir. 18-dir və 23-dür. Bu bir sıra. Sonra digər məqama baxırıq. Bəlkə n böyük ədəddir. Onda n-i sona keçirəm. 4, 5, 8, 10, 12, 18, 23 və n. Bu düzüldü. Deyir, sıranın ən böyük fərqi 23-dür. Biz ilk öncə mediana baxırıq. Bax, mediana baxsaq, medianın 9 olduğu görək hansıdır? Bax, buna baxsam, ortada hansı dayanır? 10-dan 12. Toplayıb bölsək 2-yə, bu medianı 11-dir. Deməli, bizim sıramız bu deyil. N ən kiçik ədədlərdən biridir. Düzdürmü? Bax, indi diqqətlə baxaq, ən kiçik ədəd 1-dir. Amma gəlin baxaq məntiqinə. Birdən burada 2 də verə bilər, digərini də verə bilər. Amma bizə ən böyük fərqin 22 olduğunu deyir. Ona görə də ən böyük ədəd 23-dən n-i çıxanda gəlib bizə 22-ni verməlidir. Buradan n 1-ə bərabər. Doğru cavabımız B variantı. Gəlirik digər sualımıza. Gülsün bir kitabı hər gün əvvəlki gündən 3 səhifə çox oxumaqla, bax, birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün və beşinci gün. Hər gün əvvəlkindən 3 səhifə çox oxuyub. Birinci gün x oxuyub. İkinci gün x üstəgəl 3, x üstəgəl 6, x üstəgəl 9, x üstəgəl 12. Nə deyir? Deyir ki, 5 günə qutardı. O 3-cü günün sonunda, bax 3-cü günün sonunda, 3-cü günün sonunda oxuduğu kitabın səhifələri bu 3 gündə oxuduğu kitabların səhifələrinə bərabərdir. Yəni, toplasan 3x üstəgəl 9. Deyir ki, o 3-cü gün sonunda bütün kitabın yarısını oxumuş olur. Bütün kitab nə qədərdir? Bütün kitab hamısıdır da, düzdür? Toplasan x, 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 5 dənə x üstəgəl 3 üstəgəl 6, 9, o da 9, 18, o da 12, 30. Bu da bütün kitabdır. Bütün kitabın yarısıdırsa, deməli mən bunu 2-yə vursam, gəlib bütün kitabın özünə bərabər olmuş olar. Yəni, 6x üstəgəl 18 bərabərdir 5x üstəgəl 30-a. Buradan x bərabərdir 30-dan 18 çıxırsan 12. Bizdən nə soruşur? Deyir ki, kitab neçə səhifədir? Kitabın neçə səhifə olduğu budur. 5x üstəgəl 30. Gətirib x-in qiymətini yerinə yazsam, 5 vur 12, 60, üstəgəl 30, eləyəcək 90. Yəni, 22-də doğru cavabımız C variantı. Gəlirik 2 qat bərabərsizliyimizə. Yazıb ki, 12 vur 7, gəlin yazaq birbaşa 84, x üstəgəl 5, bu da 97-dən 11 çıxırsan, neçə olur? 86. Hər tərəfdən 5-i çıxacam, çünki 5-i bir dəfə sola keçirdəcəm, bir dəfə sağa. 84-dən 5 çıxanda 79. Kiçikdir x, kiçik bərabərdir. 86-dan 5 çıxırsan
81. Və mənə nə deyir? Deyir ki, x-in yerinə yazılacaq natural ədədlərin ədədi ortasını tapın. Bax, natural deyəndə 79 ilə 81 arasında, 81-in də özü daxil olmaqla neçə natural ədəd var? Təbii ki, 80 plus 81. Ədəd ortası deyəndə 80-dan 81-dir, daha doğrusu. Bizdən ədəd orta dediyinə görə topla, böl 2-yə. Bu da olacaq 80/5. Doğru cavabımız C variantı. Keçirik 24-cü sualda. Deyir, bir yardım kampaniyasında 28 nəfərin bir qismi 5 manatlıq, digər qismi 10 manat verərək qatılır. Yəni, bir qism 5 manat, bir qism 10 manat verməklə qatılır. Kampaniyada 165 manat toplandığına görə kampaniyaya 10 manat verənlərin sayını tapın. Baxın, yazıram bura 5 manat verənlər, bir də 10 manat verənlər. Əgər 5 manat verənlər x nəfərdirsə, üzr 10 manat verənlər x nəfərdirsə, 5 manat verənlər 28 çıx x-dir. Bunun yerini dəyişik yazsaz heç bir fərq etməyəcək, narahat olmayın. İndi diqqətlə baxaq. Bax, 5 manatı 28 çıx x nəfər veribsə, ümumi məbləğ nə qədər olar? 5 vur 28 çıx x. X nəfər 10 manat veribsə, deməli 10x pul veriblər də bunlar. Cəmi nə qədər pul toplanıb? 165 manat. Buradan diqqətlə baxsaq, 5-i 28-ə vursam, 140 çıx 5x üstəgəl 10x bərabərdir 165. Buradan 140 çıxılsın 5x bərabərdir 165-ə. 5x bərabərdir deməli 140, 5x bərabərdir 25-ə. X də bərabərdir. Bizə dəqiqə səbirli olun, bu müsbət 5x-dir. Çünki nəyə görə? Mənfi 5x-in üstə 10x gələndə 165 müsbət 5x-dir. Düzdür? X də nəyə bərabərdir? 5-ə. Bax, diqqətli olun, burada mənfi 5-in x-in üzərinə 10x gələndə müsbət 5x-dir. 5x bərabər 165-dən 140 çıxırsan 25, x də bərabər 25-i 5-ə bölürsən 5. Doğru cavabımız olacaq C variantı. Yəni 24-də doğru cavab C variantı. Keçirik 25-ci suala. Deyir, 4/1 şəkər olan x qram şəkərli suya 10 qram şəkər və 10 qram su qarışdırılanda alınan məhlulun 30%-i şəkərdən ibarət olur. X neçə qramdır? Bax, bu məhlul məsələsi. Məhlul məsələsini mən sizə vedrə ilə öyrətmişdim. Yəni, qablarla öyrətmişdim. Əgər məhlul məsələsini bilmirsinizsə, onda girib bizim kanalımızdan siz məhlul məsələsinə baxmaqla 30 dəqiqəlik videoda məhlul məsələsini əzbər biləcəksiniz. Yəni 2/2 kimi bilmiş olacaqsınız. Bax, x qramdır. 4/1 neçə faizdir? 4/1 25 faizdir da. 4/1 100-ə vuranda 100-ü 4-ə böləndə 25 edir. Yəni x qram 25 faiz. Bunun üzərinə 10 qram şəkər gəlirəm. 10 qram şəkər gəlirəm. Şəkərin faizi 100%. Yadda saxlayın ki, məhlula sudan başqa zəhər də əlavə etsən, onun faizi 100%-dir. Yəni, zəhər də deməyin bilirsiniz mənası nədir? Yəni, sən orada şəkər, duz, nə bilim, sirkə, o, bu, hamısını sadalamıram. Bir sözlə, orada sudan başqa nə atsan onun faizi nədir? 100%-dir. Üstə gəl, sonra nə edib? 10 qram da su əlavə edib. Suyun faizi nə qədərdir? 0%. Bax, bunları qarışdırmaq üçün böyük bir vedrə çəkmişəm. Qarışdıranda burada x üstəgəl 20 olur. Nəyə görə? Bax, x-i də ora tökürsən, onu da ora tökürsən, onu da ora tökəndə qarışanda x üstəgəl 20 olur. Deyir, bu 30%-lidir. 30%-lidir. Konkret faizini verib. Görürsünüz? Gəlin tapaq. Vedrənin altını üstünə vurun. 25x-ə vuranda 25x. Üstəgəl 1000. Burada 0 edir. 30-u həm x-ə vuracaqsınız, həm də 20-yə. 30 vur 20, 600. Və gəlin tapaq. 1000-dən 600 çıxanda 400.
30x'dən 25 çıxanda 5x. X də buradan bərabərdir 80. Deməli, neçə qram şəkərdir? 80 qram şəkərdir. Doğru cavabımız D variantı. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda görək nədən bəhs olunur. 10 yük maşının hər biri 14 reys edərək 280 kubmetr torpaq aparır. 10 dənə yük maşınıdır. Hər biri 14 reys edərək, baxın, 280 kubmetr torpaq aparır. Onda mən 280-ı bölürəm 14-ə. Tapıram ki, bir reys 20 kubmetrdir. Onda görün bir maşın nə qədər tutur? 20 kubmetri də 10-a bölürəm. Tapıram ki, bir maşın 2 kubmetr torpaq tutur. Əla. 7 yük maşını hər biri neçə reys edərək 420 kubmetr torpağı daşıya bilər. 7-ni də vururam 2-yə. Bunlar neçə kubmetr torpağı daşıya bilər? 14 kubmetr. Deməli, 7 yük maşını bir reysə 14 kubmetr torpaq daşıyır. Onda 420 kubmetr torpağı da neçə reysə daşımaq olar? Təbii ki, 30 reysə daşımış olar. Doğru cavabımız C variantı. Aydındır. Gəlirik 27-yə. Görək 27-ci sual necə sualdır? Deyir, sürəti 80 və 100 km/saat olan iki avtomobil eyni yerdən, eyni istiqamətdə hərəkət edirlər. Hərəkətə 1 saat gec başlayan, sürəti az olan avtomobil yola düşdükdən 4 saat sonra sürətini nə qədər artırmalıdır ki, hərəkətə başladıqdan 9 saat sonra digər avtomobilə çatsın. Baxın, bura bizim A məntəqəmizdir. Bu deyir ki, sürəti gec olan 1 saat gec başlayıb və 4 saatdan sonra. Deməli, sürəti çox olan nə qədər gedib? 5 saat gedib da. 1 saat gec başlayıb və 4 saat hərəkət edibsə, deməli, sürət çox olan nə qədər hərəkət edib? 5 saat. 5 saata bu nə qədər yol gedib? 5 saata 500 kilometr yol gedib. Və bunun sürəti də yenə 100 kilometr böl saatdır davam edir. Diqqətlə fikir verək. Sürəti az olan da 4 saata nə qədər yol gedir? 80-ı 4-ə vursan 320 kilometr yol gedir. Aha. Məsələ bundan sonra başlayır. Deyir, bax buradan, bax bura çatandan sonra yerdə nə qədər yol qalır? 180 kilometr. Deyir, elə ki, hərəkətə başladıqdan 9 saat sonra, bura 4 saat olduğu üçün bu maşın buradan bura qədər məsafəni neçə saata getməlidir? Bura 4 saatdır. Bax, bu iştiqlədiyim yer 4 saatdır. Buradan bura məsafə 5 saata getməlidir ki, ümumilikdə 9 saat olsun. Və mən bilirəm ki, bunun sürəti nə qədərdir? 80-dır. Əla. Sualda deyir ki, sürətin nə qədər artırmalıdır? Fərz elə ki, sürətin x artırmalıdır. Onda bunun sürəti nə olmalıdır? 80 üstəgəl x. Və yadda saxlayın ki, eyni istiqamətli hərəkətdə sürətlər nə edir? Çıxılır. 80 üstəgəl x-dən 100-ü çıxıb, məsafə deyir 5 saata get. Məsafə nə qədərdir? 180. Və buradan x-i tapacağıq. Buradan 80-dan 100-ü çıxada bilərsiniz istəsəniz. 80-dan 100 çıxanda -20 üstəgəl x bərabərdir. 180-ı 5-ə bölürsən, olur neçə? 36. X bərabərdir. 20-ni digər tərəfə keçirsən, 36-nın üstə 20 gəlirsən, olur 56. Doğru cavabınız D variantı. Növbəti sualla davam edirik. Görək növbəti sualda bizdən nə soruşur? Deyir ki, yağ ilə dolu qutunun ağırlığı m kiloqramdır. Yəni, diqqətlə fikir verək. Qutu üstəgəl yağ bərabərdir m kiloqram. Qutudakı yağın yarısı satılır. Yarısı satılırsa yarısı da qalır. Yəni, yarısı nə deməkdir? 2də 1-i qalır. Həmişə qalan üzərindən hərəkət edir. Məsəl üçün, 3də 2-si satılırsa 3də 1-i qalır. Məsələni 3də 1-ə görə qurun. Bərabərdir, nədir? N-dir. Məndən boş qutunun ağırlığını soruşur. Baxın, dəyərli müəllimlər, adi qapısı məsələsi sadəcə burada MN ilə verib.
Qabdan qabı çıxıram 0. Y çıx 2-də 1 y bərabərdir. M-dən də n-i çıxıram. Buradan hər tərəfi 2-yə vursam, 2y nəyə görə 2-yə vururam? Dəyərli müəllimlər, məxrəcdən azad etmək üçün. Bax, hər tərəfi 2-yə vururam. Bunu 2-yə vururam, buranı 2-yə vururam, bunu 2-yə vururam və bunu 2-yə vururam. İstəsəz bunu mörtəzdə ikisini də bir yerdə vura bilərsiniz. Çıx y 2-lər gedir, bərabərdir 2m çıx 2n. Buradan y, 2y-dən y çıxanda y bərabərdir 2m çıx 2n. Yağın kütləsini bildik ki, 2m çıx 2n-dir. Məndən qutunun kütləsini soruşur. Gətirib bax yerinə yazaram. Bax görsən, burada qırmızı ilə düzbucaqlı işarələdim, düzbucaqlı şəklində. Baxın, burada y-in yerinə 2m çıx 2n yazacağam. Yəni, qab qalır. Y-in yerinə yazıram 2m çıx 2n. Nəyə bərabərdir? M-ə. Buradan qabı tapacağam. Qab bərabərdir. Baxın, m. Bunların hamısını digər tərəfə keçirirəm. 2m burada müsbətdir. O tərəfə keçəndə 2m mənfi olacaq. 2n mənfidir. O tərəfə keçəndə müsbət 2n olacaq. Buradan bərabərdir. M-dən 2m çıxanda mənfi m üstəgəl 2n. Və yaxud da mənfi m üstəgəl 2n-in tərsini də yazmaq olar. 2n çıx m şəklində yazmaq mümkündür. Aydındır. 2n çıx m. Doğru cavabınız D variantı. Yadda qalar, hörmətli müəllimlər. Belə də verə bilər. Amma mənfi verməyib deyə yerlərini dəyişiblər. 2n-dən m çıx. Deyir, yaşı 100-dən az olan eyni yaşda iki qoca söhbət edir. Yəni, bu demək ki, bunun yaşı 2 rəqəmli ədəddir. Mənası o deməkdir. Qocalardan birinin yaşını göstərən ədədin təklik rəqəmini 9-a, onluq rəqəmini 5-ə vurub, cəmləsək, ikinci qocanın yaşı alınır. Fərz edək ki, bunun yaşı xy ədədidir. Çünki nəyə görə? Çünki 100-dən kiçiksə 2 rəqəmlidir. Ona görə 100-dən az verib. Bax, ikinci qocanın yaşı deyir ki, birincinin, bu qocanın yaşını göstərən təkliyini 9-a vuram. Təkliyini 9-a vursam, təkliyi nədir bunun? Y. 9-a vursam 9y üstəgəl onluğunda 5-ə vurub. Cəmləsək digərinin yaşı alınır. Bunların da yaşları bərabərdir, eyni yaşdır deyə bir-birinə bərabərdir. Ayısı. Gəlin bunu açaq. 2 rəqəmlərdən açış necə idi? Təklik onluq. 10x üstəgəl y, 9y üstəgəl 5-ə bərabərdir. Diqqətlə fikir verək. 5y-ə üzr istəyirəm. Bax, 5x-ə. Bax, burada mən dedim, amma vurmağı unutdum. Bax, bizə diqqətlə baxın. Bunun onluğu nədir? X. 5x. Dedim, amma vurmadım. Gəlin, baxaq. Bunun açışı nədir? 10x üstəgəl y bərabərdir 9y üstəgəl 5x. Buradan diqqətlə fikir versək, 10x-dən 5x çıxırsan 5x bərabərdir. 9y-dən y çıxırsan 8y. Burada fikir verin. X-in qiyməti y-in qarşısındakı 8-ə bərabərdir. Y-in qiyməti x oldu 8, y də oldu x-in qarşısındakı 5-ə bərabər. Deməli, x 8, y 5 olduğu üçün qocaların yaşı neçə olacaq? 85. Doğru cavabımız C variantı. 30-cu suala baxaq. Deyir ki, 154 çıx 240 böl 10x çıx 5 üstəgəl 15 vur 2 vur 3 vur 2 vur 3 üstəgəl 20 böl 10 bərabərdir 32. Onu digər tərəfə keçirsə müsbət olacaq. 32-ni ona vursa neçə eləyir? 320 bərabərdir 320-yə. Qoyun pozamımızı biraz balacalaşdıraq. Aha. Sonra mörtəzəni açıram. Mörtəzəni birini buradan açanda birini də digər tərəfdən açırsınız. Bax 320-dən 20-ni çıxırsan olur neçə? 320-dən 20 çıxanda 300. Oldu 300. Bərabərdir 300.
Bu nədir? Vurma. Digər tərəfə keçəndə bölmə olacaq. 300 3-ə böləndə edəcək 100. Bərabərdir 100. Sonra mötərizələri açırıq. Bax, burada 2-ni keçirmək ixtiyarınız yoxdur. Çünki bu 2 mötərizəyə yapışıb. Siz 154-dən 100 çıxırsınız. Olur neçə? 54. 54 bərabərdir 54. Artıq 2 sərbəstdir. 54-ü 2-yə bölürsünüz. 27. 27. Bax, qapıları açdıq. 27-dən 15 çıxanda neçə edir? 12 bərabərdir 12. 240-ı 12-yə böləndə 20. 20. Mötərizələri aç. Oldu rahat sual. 10x bərabərdir 20 üstə 5 gələndə 25. 25-i də 10-a böləndə edir 2 onda 5. Doğru cavab B variantı. Növbəti sualla davam edirik. Görək növbəti sualda bizdən nə soruşur? Deyir ki, qutunun içərisinə üzərində 3, 4, 5 rəqəmləri yazılmış cəmi 20 kart atılır. Baxın, 3 rəqəmi yazılıb, 4 rəqəmi yazılıb, bir də 5 rəqəmi yazılıb. Saylarını bilmirəm ki, biri x olsun, biri y olsun, biri z olsun. Amma bunların cəmini bilirəm ki, neçə dənə kart var? 20 dənə. Qoy olsun 20 dənə. Əla. Deyir, üzərindəki rəqəmlərin cəmi 75-dir. Yəni, üzərindəki rəqəm deyəndə, toplayanda hamısının bir yeri 75 olur. 3-ü x-ə vurursan, bunun rəqəmləri cəmi 3x edir. Bunun rəqəmləri cəmi 4y edir. Bunun da rəqəmləri cəmi edir 5z. Z-i yazanda imtahanda həmişə elə eləyin, ya ABC-dən istifadə edin. Ya da Z-dən. Çünki Z-i yazanda üstünə bir xət qoyun ki, Z həmişə 2 ilə qarışır. İmtahanda sizə çətinlik törətməsin. Bərabərdir 75. Məsələ nədir? Məsələdə görək nə deyir? Deyir ki, olduğuna görə 3 nömrəli kartların sayı 5 nömrəli kartların sayından nə qədər çox? Deməli, biz 3 ilə 5-i üzərində hərəkət etməliyik və 4-ü yoxa çıxartmalıyıq. Baxın, 4-ü yoxa çıxartmaq üçün 4-ün əmsalı nədir? Baxın, burada 4 nədir? Y. 4-ü təmsil edən nədir? Y. Aşağıda 4-ün 4y deyil. Deməli, yuxarını 4-ə vururam ki, əmsallar bərabərləşsin. 4-ə də vuranda 80 edir bu. Düzdür? Əmsallar bərabərləşsin ki, mən tərəf-tərəfə çıxanda y-lər yoxa çıxsın. Bax, indi tərəf-tərəfə çıxacam. 4x-dən 3x çıxanda x. 4y-dən 4y çıxsan 0. Sonra 4z-dən 5z çıxanda mənfi z bərabərdir. 80-dan 75 çıxanda 5 edir. Və mənə nə deyir? Deyir, 3 nömrəli kartların sayı 5 nömrəli kartların sayından nə qədər çox? Doğrudan da 3 nömrəlidən 5 nömrəli kart çıxan nə edir? 5 eləmir. Çünki 3 nömrəlini x təmsil edirdi. 5 nömrəlini nə təmsil edirdi? Z təmsil edirdi. Bundan bunu çıxanda 5 alınırsa, deməli bunların fərqi də nədir elə? 5-ə bərabər. Doğru cavab A variantı. Gəlirəm digər məsələ. Deyir, içərisində 4 qardaş olan avtomobilin qardaşlarla birlikdə ağırlığı 1 tondur. Qardaşların hər biri o birindən 10 kiloqram ağırdır. Ən yüngülünün çəkisinin avtomobilin çəkisinə nisbəti 35-in 3-ənidir. Baxın, yaxşı sualdır. Qardaşlar var. 1, ikinci qardaş, üçüncü qardaş, dördüncü qardaş, plus da maşın var. Bax, sonda məsələnin həlli var, açarı var. Baxın, ən yüngül qardaş maşının kütləsinin 35-də 3-nə bərabərdir. Maşına mən 35x desəm, 35x-in 35-də 3 nədir? 35-i 35-ə böləndə 1 edir, 3-ə vuranda 3 edir. Yanında x var, 3x. İndi məsələ qura bilərəm. Hər qardaş özündən əvvəlki qardaşdan 10 kiloqram ağırdır. Bu 3x üstəgəl 10-dur. Bu 3x üstəgəl 20-dir. Bu 3x üstəgəl 30-dur. İndi bunların hamısının cəmi 1 tona bərabərdir. Toplasaq 3x, 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 12x, bu da 35x. Elədir nə? 47x. Üstəgəl 10, 20, 30, o da 30, 60 bərabərdir.
Bir tonda 1000 kiloqramdır. Çünki bizə sonda kiloqram lazım olacaq. Neçə kiloqramdır deyir. Gəlin baxaq. 47x bərabərdir. 1000-dən 60 çıxanda 940. X də bərabər 940-ı 47-yə bölürəm 20. Məndən nə soruşur dəyərli müəllimlər? Soruşur maşının kütləsi. Maşın nə qədər idi? 35x idi. Gətir x-in qiymətini yerinə yaz. 35-i vur 20-yə olacaq 700 kiloqram. Doğru cavabımız 700 kiloqramdır. Y variantı. Aydındır. Davam edirik 33-cü sualdan. Deyir ki 580 ilə 600 ton arasında olduğu bilinən kömür 5, 7 və 11 tonluq yük maşınları ilə daşınmaqdadır. Yük maşınlarının səfər sayları bərabərdir. Bərabərdir, baxın. Onda bərabərsə, hərəsi x reys gedibsə, onda bu 5x yük aparacaq, o birisi 7x yük aparacaq, o birisi isə 11x yük aparacaq. Cəmi nə qədər edir? 24x. Məsələ bax burada məntiqə çevrilir. Sizə deyir ki, yük 580 ilə 600 arasındadır. Yox, toplayanda neçə edir? 12, 23 edir, görsən. Bax, diqqətli olmaq lazım. 23x. Baxın, 580 ilə 600 arasında 23-ə bölünən ədədi tapacaqsınız. Yəni 23-ün misilləri içərisində mən də nə edərəm? 600-ü bölərəm 23-ə, ona yaxın ədəd taparam da, ən yaxşısı. 600-ü 23-ə bölsəm, gəlin bölək. 2 dəfə 46. Yerdə qalır nə qədər? 14. 140-da da 5 dəfə. 5 dəfə düşür yoxsa? Deməli, 5 dəfə, 6 dəfə. 8 bir yadda 138. Gördün, qalıq qaldı 2. Gördün, deməli, belə çıxır ki, buradan nə düşəcək? 26. X olacaq neçə? 26. Nəyə görə? Çünki burada indi 23-ü 26-ya vuranda 598 eləyəcək də. Düzdür? Deyəcəksən, mənim bax, tam bölünmədir. Yəni, mən orada tapdım ki, x tam ədəddə bunun arasında yerləşir onsuz da. Arasında yerləşsə elə x-in öz qiyməti nədir? 26. Amma siz fikirləşin ki, mən artıq burada öyrəndim ki, bu necə olacaq? 23-ü 26-ya vuranda neçədir? 598 eləmir. Tapdım ki, 580 ilə 600-ün arasında 23-ə bölünən neçədir? 598. 598-i də 23-ə böləndə bayaq gördük ki, neçə eləyir? 26. Əla. Və mənə nə deyir? Deyir ki, 5 tonluq yük maşını neçə ton kömür daşıyacaq? 5 tonluq yük maşını 5 ton tutur. 23 reys edirsə, 26 reys daha doğrusu. 26 reys edirsə, 26-nı 5-ə vuracam. Deyəcəm ki, 130 ton yük daşımış olacaq. Aydındır. Doğru cavabımız 33-də B variantı. Növbəti suala baxırıq. Rəqəmləri cəmi 21, rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədədin 103-lər mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti neçədir? 5 rəqəmli ədəddir. 5 rəqəmli ədəddir. Diqqətlə baxaq. Ən böyüdür rəqəmləri müxtəlif. 9-dan başlayıram. 9, 8, elədi 17. Əlimizdə var 4. 4 almalıyıq. Biz bunu 4, 0, 0 yaza bilməliyik. Çünki rəqəmlər müxtəlifdir. Mən nə edəcəm? Bu 4-ü elə bölüşdürəcəm ki, ən böyük olsun. Buranı götürəcəm 3. Düzdür? Bunun da yolu var. Bunun ən böyükünün olmaq üçün bunu ən kiçik götürsən, birini 0 götürsən, bunu 1 götürürsən, yerdə qalır nə? 3. Belə də yaza bilərsən. Gördün? Deməli, bu 3 rəqəm qalır. Ən böyük olmaq üçün biz təkliyin 0 götürürük. Sonra 1, yerdə qalır 4 olmaq üçün 3 qalır da. Rəqəmlərin cəmi 4 olmaq üçün. Düzdür? Oldu rəqəmlərin cəmi 21. Sizə deyir ki, 103 mərtəbəsinin mərtəbə qiymətini tap.
Yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti. Yüzlük mərtəbəsində durur təklik, onluq, yüzlük 3. Bunun da qiyməti deyəndə 3 olduğu kimi qalır. Digərlərinin yerinə 0 yazırsan. Olur neçə? 300. Əvvəldəki sıfırların da mənası yoxdur. Yəni burada yazsan sıfırın mənası yoxdur. Cavab nə olur? 300. 34-də doğru cavab C variantı. Gəlirik 35-ci suala. Baxın 35-də görək nə deyir. Deyir, əli fikrində tutduğu ədədin üzərinə 12 gəlir. Fikrimdə x tutub. X-in üzərinə 12 gəlib. Alınan cəmi 5-ə vurub. Mörtəzdə vurursan 5-ə. Daha sonra 20 çıxıb. Alınan fərqi mörtəzdə edəcəz. Təbii ki, alınan fərq bunun cəmidir axı. Bu da axı. Bölürsən 10-a. Deyir ki, 10'a bölürsən fikrində tutduğu ədəd alındı. Bərabərdir 10'a. Düzdür? X fikrində tutduğu ədədə bərabərdir. X-ə. Fikrində X tutmamışdı. İndi bax, tərsinə qayıdıram. 10'u vuram X-ə eləyir 10X. Görün, tənliyi qurdum. İndi gəlin, mörtəzəni açasa gedək. Bax, 10 vur X elədi 10X. 10'u keçdim digər tərəfə. 10X. Bərabərdir 10X. Mörtəzəni aç. 10x'in üzərinə 20 gəlirəm, edir 10x üstəgəl 20. Bərabərdir 10x üstəgəl 20. Buradan x üstəgəl 12'ni tapanda, istəsəz 5 vur mörtəzəyə, sizə rahat olsun. 5 vur x, 5x. 5 vur 12, 60. Bərabərdir 10x üstəgəl 20. Aydındır? Bax. 60'dan 20 çıxırsan 40, bərabərdir 10x'dən 5x çıxırsan 5x. X də bərabərdir nəyə? 8'ə. Deməli, fikrində tutduğu ədəd nədir? 8. Və yaxud da tərsinə qayıda bilərsiniz də. Necə qayıda bilərəm? Fikrində x tutmub, 10'a bölübsə 10'a vur, tərsinə qayıd. 20 çıxıbsa üstünə 20 gəl. Sonra deyir ki, indi tərsinə bərabərdir bu. Bərabərdir bu. Fikrində tutduğu ədədi 10 üzərinə 12 gəlib, yəni 5'ə vur deyir də. Deyir 5'ə vur deyəndə sən tərsinə 5'ə böl. Üzərinə 12 gəlib, çıx 12 bərabər tutduğu ədəd x-ə. Belə də qura bilərsən, tərsindən də qura bilərsən, eyni şeydir. Buradan 10x üstəgəl 20 bərabər olacaq. X üstəgəl 12 vur 5. Eyni zamanda x tapacaqsınız ki 8. Bəli. Aydındır. Gəlirik təhlil sualına, hörmətli müəllimlər. Təhlil sualında nə deyir? Aşağıdakılardan neçəsi səhvdir? Aşağıdakılardan neçəsi səhvdir? Düzbucaqlı, dördbucaqlıdır. Bu doğrudur. Bax, doğrulara yaşıl qoyacağım, yanlışlara qırmızı. Yanlış qırmızı, doğruya yaşıl şarı qoyacağım ki biləsiniz. Düzbucaqlı dördbucaqlıdır. Düzdür? Düzbucaqlı dördbucaqlıdır. Doğrudur. Doğrudursa nə edəcək? Bunu nə edəcək? Nəysə, heç belə deyək. Plus minus qoyaq ki, sizi çaşdırmayaq. Bu doğrudur. Doğrudur. Doğru. Plus. Tərəflərin natural ədədlərlə ifadə olunan sahəsi 36 kvadrat santimetr olan 4 dənə düzbucaqlı var. Gəlin baxaq. Bax. Tərəflərin natural ədədlərlə ifadə olunan sahəsi 36 olan 4 dənə düzbucaqlı var. Sahəsi 36 isə 1 ilə 36. Çünki 1 vur 36, 36 edir. Düzdür? 2 vur 36, 18, 36 edir. Sonra 3 ilə 12'dir. 4 ilə 9'dur və 6 ilə 6. Deyərsiniz, müəllim, 6 ilə 6 nədir? Kvadratda axı, düzdür? 6 ilə 6 kvadratdır. Amma kvadratın özü də düzbucaqlıdır. Neçə oldu? 1, 2, 3, 4, 5 dənə. Deməli, bu yanlışdır. 4 dənə yox, 5 dənə olur. Parallelogram həm də düzbucaqlı. Bax, bu paralleloqramdır. Düzdür?
Bu nətər parallelogram oldu? Belə eləyək. Bax, bu parallelogramdır, düzdürmü? Parallelogramın hansı bucağı düzdür? Deməli, parallelogram həm də düzbucaqlıdır, yanlışdır. Düzbucaqlı parallelogramdır. Bunu da nəzərinizə alın. Sonra deyir, perimetri 68 olan, tərəflərin natural ədədlərlə olan düzbucaqlının sahəsi ən çoxu 288 kvadrat santimetrdir. Perimetri 68-dirsə, bu düzbucaqlıdır. Baxın, bu düzbucaqlıdır. Perimetri nə qədərdir? Düzbucaqlıdır. Perimetri 68-dir. A, B. Onda A üstəgəl B neçə olacaq? 68-in yarısı 34. Baxın, hörmətli müəllimlər, burada demir, düzbucaqlı demir. Deməli, bunun hər iki tərəfin 17 götürə bilərəm də mən. Nəyə görə? Kvadrat da düzbucaqlı da. Onda 17-ni 17-də vuran neçə eləyir? 289. Tərəfləri müxtəlif desəydi, düzbucaqlı da desəydi. Onda 288-dir, amma düzbucaqlı deyirsə bu nədir? Yanlışdır. Nəyə görə? Çünki kvadrat da düzbucaqlıdır. 17-ni 17, 34 eləmir cəmi. Hasildə nə eləyir? 289. Sahə 289 eləyə bilər. Müxtəlif tərəfli demir ki. Aydındır. Deyirsən, müəllim, bura A yazdım, bura B necə? Eynidir. Sadəcə mən düzbucaqlı olduğunu nəzərə aldım. Sonra fikirləşdim ki, bu nə ola bilər? Kvadrat ola bilər. Yəni A, B-yə bərabər ola bilər. Düzgün 5 bucağının 2 xarici bucaqlarının cəmi 144-dür. Çox bucaqların xarici bucaqları 360 dərəcədir. 360-ı 5-ə böləndə neçə edir? 72 dərəcə. Düzdür? 360-ı 5-ə böləndə 72 edir. 2 xarici bucağında cəmi 144-dür. Doğrudur. Deyir, bərabər yanlı 3 bucağın yan tərəfi 2 açıq 1-dir. Bərabər yanlı 3 bucağın yan tərəfi 2 açıq 1-dir. Burada 2 açıq 1-dir. Oturacaqdan 3 vahid kiçikdir. Onda oturacaq 2A çıx 1-in üzərinə 3 gələcəksən, 2A üstəgəl 2 eləyəcək. 2A üstəgəl 2 eləyəcək. Deyir, bu 3 bucağın perimetri 6-dır. Gəlin toplayaq. 2A çıx 1, üstəgəl 2A çıx 1, üstəgəl 2A üstəgəl 2. Görək neçə edir? 2A, 2A, 2A eləyir 6A. Mənfi 1-lə mənfi 1, mənfi 2. Bunlar da üstə 2 gələndə 0 edir. Doğrudan da nə eləyir? 6A. Və bu da doğrudur. Bizdən 3 dənə doğru var, 3 dənə yanlış. Bizdən yanlışları soruşur. Yanlışlar da sayı neçələndir? 3 dənə. Aydındır? Yəni, diqqətli olun. Baxın, burada səhvi soruşur bizdən. Gəlirik 37-ci suala. Verilən fiqurun sahəsini göstərən ədədin 3 misli ilə. Bax, bunun sahəni tapmaq ən rahat yolu nədir? Bunu mən bütövlüklə düzbucaqlıya tamamlayaram. Onlar uzunu 7, eni 7, uzunu neçədir? 13-dür. Sahə nə olacaq? 13 vur 7. Oldu nə? 91. Amma burada içəri qabarıq, içəri bax, çöküntü var. Düzdürmü? Bunların sahəsi mən nə etməliyəm? Artıq hesablamışam deyə çıxmalıyam. 3 vur 5 neçə eləyir? Bax, bu sahəni. 15, burada 15. Yəni 30-un çıxmalıyam. Olacaq nə? 61. Gördünüz nə rahat tapdıq? Bildiniz? İndi deyir ki, sahəni göstərən ədədin 3 misli. 61-i vururam 3-ə, edir 183. Əla, 183. Sonra nə deyir? Perimetrini göstərən ədəd. Bax, perimetri deyəndə bütün tərəflərin cəmi. Bax, mən biləm ki, bu 2-dir. Buradakı 3 xəttin bura gətirsəm, bu da 3-dür. Bax, bu xəttə gətirsəm, bu da 3-dür. Düzdür, bunları. Demək, bunların ümumisinin cəmi nədir? Bura 13 olsun, burada 13-dür. Mən artıq bildim ki, bax, diqqətlə baxın, xətt deyəcəm. Bax, bura, bu xətt, bu xətt bir yerdə nədir? 13-dür. Bunu yadda saxla. Əla. Bu da 7. 13 üstəgəl 7, 20. 20 üstəgəl 13, 33. Buradan da bura qədər 7-dir. 33-ün üzərinə 7 gələn neçə eləyir? 33-ün üzərinə 7 gələndə 40. İndi yerdə qaldı 5-lər. 45. Bu 5, 45. Bu 5, 50. Bu 5,
55. Bu 5 də 60. Perimetrin nə oldu? 60. Deyir bunun 2 misli. Nə edir? 120. Bunların fərqi nə edir? 63. Doğru cavabınız D variantı. Başa düşdük məntiqin. Davam edirik növbəti sualla. 38-ci sual. Ruslan 5 il əvvəl, Tural 3 il sonra anadan olsaydı, Ruslanın yaşı Turalın yaşından 2 dəfə çox olardı. İndi onların yaşları cəmi 25-dir. Əsas məsələ bu indiki yaşdır. Yazırsan, Ruslan, Tural. Turalın x yaşı varsa, Ruslanın 25-x yaşı var. Çünki cəmləri nə qədərdir? 25-dir. Ruslan 5 il əvvəl anadan olsaydı, əvvəl doğulanın yaşı çox olur. Üstə 5 gələrdin, olardı 30-x. Düzdür? 30-x. Sonra Tural 3 il sonra anadan olsaydı, olardı x-3. Deyir ki, Ruslanın yaşı Turalın yaşından 2 dəfə çox olardı. Onda kiçiyi vur 2-yə, böyüyə bərabər elə. 30 çıx x bərabərdir 2x çıx 6-ya. Üstə gələndə 36 bərabərdir 3x. X bərabər 36-nı 3-ə böləndə 12. X-i tapdım neçə? X-i tapdım. Oldu 12. Əla. Məndən nə soruşur? Ruslanın yaşı. Diqqətlə baxaq. Ruslanın yaşını göstərən ədəd 25 çıxılsın x-dir. Gətir, yerinə yaz. 25-dən 12-ni çıxanda Ruslanın 13 yaşı olmuş olacaq. Aydındır? 1-dən 10-a qədər ədədlər içərisində ikisi seçilir. Seçilən iki ədədin cəminin 7-yə bərabər olma ehtimalını tapın. Baxın, ehtimal nədir? Ehtimal əlverişli halların mümkün hallara nisbətidir. Mənim üçün mümkün hallar 10 ədəd olduğu üçün mümkün hallar n vurulsun n-1 böl 2-dir. Yəni bu hardan əvvəlcə seçim məsələsidir. Seçimdə içində kombinzon 2 dənədən 10 elementdən ikisini seçirsən. Çünki 10 dənə ədədi var, ona ikisini seçirsən. Mümkün hal üçün budur. Amma İbtidai siniflər üçün kombinzon istifadə olunmur deyə bu şəkildə eləyir. Amma siz kombinzonla yadda saxlaması 2-dən 10-a hesablama qaydası necədir? Bax, 10-dan 2 rəqəm geri getsən, burada 2 olduğu üçün 10 vur 9, aşağıda da 1 vur 2. Olur neçə? 45. Aydındır? Yəni buradan da çıxır ki, n vurulsun n-1 böl 2 şəklində yaza bilərsiniz. Aydındır? Elə 10 vur 9 böl 2 nə eləyir? 45. Yəni sənin üçün mümkün hal 45-dir. Gələk əlverişli hala. Əlverişli hal nədir? 1-dən 10-a qədər ədədlər içərisində seçilən iki ədədin cəminin 7 olma ehtimalı. 7 olma ehtimalı, yəni elə ədədlər seç ki, bunların cəmi 7 eləsin. 1 ilə 6, 2 ilə 5, 3 ilə 4 və salam. Deməli, oldu neçə? 3 dənə. Aydındır? 3 dənə seçmisənsə, onda diqqətlə fikir verək. Bax, burada 2 ədədin cəmidir. Burada ona baxmayın ki, məsəl üçün, mən burada 6 ilə 1 götürə bilərəm və yaxud da 5 ilə 2-nin 4 ilə 3-ü yox. Bu olacaq 3 dənə. İxtisar gedir, olur 1 böl 15. Aydındır? O zər məsələsində tərsini götürsən 6, 1, 5, 2, 4, 3 burada qarışdırmayın. Doğru cavabınız 39-da D. Gəlirik 40-cı suala. 40-cı sualı bunu bağlayaq. Şəkil üzərindən də böyüdək sizin üçün daha rahat görəsiz deyə. Baxın, hörmətli müəllimlər, burada nə deyir? Deyir, şəkildə müxtəlif perimetrə malik 3 kvadrat qırıq xətlərlə təsvir olunmuşdur. Tünd xətlərlə çərçivələnmiş fiqurun perimetrini tapın. Tünd xətlərlə, yəni tünd xət deyəndə mən sizin üçün onu göstərim. Nə demək istəyir? Bax, tünd xətlərlə görürsünüz. O, nə çox oldu bu.
tünd xəttlərlə deyəndə, bax bu məsələ budur. Bax görürsüz bu qırmızı. Görsən kənarlarını görürsüz. Bax bu fiqurun biz nə edəcəyik? Perimetrini tapacağıq. Gördünüz? Amma buna keçməmişdən öncə gəlin qaydaq dala. Baxın hörmətli müəllimlər, burada necə bir addım atacağıq? Biz ona baxaq. Görək necə bir addım atacağıq. Çox rahat sualdır. Özünüzü qorxuzmayın. Dursun necə? Bu getdi. Hara getdi sualımız? Aha, buradadır. Deyir ki, bunun perimetri 40-dırsa tərəf neçə olar? Bax bu fiqura baxın. Bunun perimetri 40-dırsa tərəfi 40-ı bölürsən 4-ə neçə eləyir? 10. Deməli 10. Onda bu tərəf 10, bütövdür da, bu tərəf 10. Görürsünüz bura, deyir bura bərabərdir. Onda bu tərəf neçədir? 5. Bu da 5'dir. Düzdür? Burada 5'dir. Buranın əhəmiyyəti yoxdur amma. Hələ ki. İndi gələk digər fiqura. Göylə işarələyəcəm. Bax bu kvadrata. Göylə gəldik bu kvadrata. Oldu. Perimetri 48-dirsə, 48-i bölürsən 4-ə, tərəf 12-dir. Əla. İndi bunu silə bilərik. Tərəf 12-dirsə, bura bütöv tərəfdir, 12. Bax, mənlər, buradan bura 5'dir. Bu qırıq-qırıq xət yox, bizə qalın xət lazımdır. 12-dən 5 çıxanda bura 7'dir. Gördünüz? Burada 12'dir. Bu xət 5 olduğu üçün, deməli burada nədir? 7'dir. Əla. Gəlirik digər kvadrata. Digər kvadratda işarələyək. Məsəl üçün, bu bənövşəyi rənglə. Baxın, gördünüz bunu. Diqqətən baxaq. Bunun perimetri 24'dür. 24 4'ə böləm neçə edir? 6. Onda bura bütöv tərəfdə 6. Bura onda 2 yerə bölünür. Bura 3. Burada 3. İndi baxaq, bax, əsas məsələ bax buradakı məqama. Bax, görsən bu sarı xətlə çəkdiyim var ha. Buradan bura qədər 12'dir da. Bu hissəsi, bu orta hissə 6 olduğu üçün bu sarı xətlə işarələdiyim iki hissənin cəmi nədir? 6. Sarı xətlərin cəmi 6'dır. Belə yazıram. Və salam, indi gəlin toplayaq. Hər tərəf var. Rahat şəkildə toplayaq. Gəlin bir dənə rəng seçək özümüzə və onunla toplayaq. Bura 5. Üstə gəl 10, 15. Üstə 10, 25. Üstə 5, 30. Üstə 7 gəndə 37. Üstə 12 gələndə 49. Üstə 3 bax 49. Görsən, burada sarılar. Sarılar var. 49. Yadda saxlayın. Bu sarıların ikisinin yerinə yazam. 6 yazam. Oldu 55. 55. Sonra davam edin. Üstə 3 gələndə 58. Üstə 6 gələndə 58'in üstə 6 gəl. Elədi 64. Üstə 3 gəl. 67. Bir dənə də bu 7'ni gəl neçə eləyəcək? 74. Doğru cavabımız nə eləyəcək? 74. Deyəcəksiniz müəllim, bəs sarı xəttlər, sarı xəttin ikisinin uzunluğu bir yerdə 6 idi. Aydındır. Bu da belə. Deməli bununla da biz MHK Tədris Mərkəzinin sınaqlar toplusundan 4-cü sınağın izahını verdik. Diqqətlə izləyin. Bilmədiyiniz suallar şərh bölümünə yenidən yazın. Biz sizə aydınlıq gətirək. Videonu, linklərini WhatsApp statuslarınızda, nə bilim qruplarda paylaşın. Daha çox müəllim yararlansın. Bizim üçün də motivasiya olsun ki, digər videolarda davam gəlsin. Şərhlər yazın, fikirlərinizi bölüşün. Daha çox dəstək olun. Kanalımıza abunə olun. Hər birinizə uğurlar. Diqqətinizə görə sağ olun. Növbəti sınavda görüşənədək.